Avtoplanet kanalından hər kəsə salamlar. Bu gün sizlərə 10.000 manat civarında ala biləcəyiniz 5 maşın təqdim edəcəm. Videoya başlamadan öncə kanala abunə olmağı və bəyənməyi, şərh yazmağı unutmayın. Sizcə 10.000 manat bu 5 maşından hansına dəyər? Uzatmadan keçəyin videoya. 10.000 manat civarında ala biləcəyiniz birinci maşınımız Opel Astra H-dır. Siz bu modelin istər furqon, istərsə hatchback modelini 10.000 manat civarında əldə edə bilərsiniz. Təbii ki, istənilən modelin daha bahasını da, daha ucuzunu da tapa bilərsiniz. Bu, həmən maşına qulluqdan, sahibinin ona göstərdiyi qayğıdan daha çox asılıdır. Turbo Azın bu günə olan qiymətləri Opel Astra H üçün belədir. İstər furqon versiyasını, istərsə hatchback versiyasını Turbo Azdan və yaxud maşın bazarlarından rahatlıqla əldə edə bilərsiniz. İkinci avtomobilimiz Mercedes W202 Cuzadır, yəni Çeşka. Bu qiymət intervalında olan bir çox rəqibini hələ də üstələyir. Bir çoxları tərəfindən hələ də böyük maraqla və həvəslə qarşılanır. Turbo Azın bu günə olan qiymətlərində 10.000 manat civarında Mercedes W202, yəni Çeşka əldə edə bilərsiniz. Müxtəlif rəng çeşidləri mövcuddur. Bu maşını istər Turbo Azdan, istərsə avtomobil bazarlarından rahatlıqla əldə edib istifadə edə bilərsiniz. Üçüncü avtomobil bir çox inmarkanın qorxulu yuxusu olan Prius'dur. Toyota Prius. Bir zamanlar Azərbaycanda taksidə həddindən artıq geniş istifadə olunurdu. Turbo Azın bu günə olan qiymətlərində Toyota Prius 10.000 manat civarında əldə edə bilərsiniz. Rəng çeşidi müxtəlifdir. Benzin sərfiyyatı isə həddindən artıq ekonomdur. Gündəlik istifadə və taksi üçün yenə də yararlıdır. Dördüncü avtomobilimiz Chevrolet Cruze'dur. Bir çoxlarının təriflədiyi, bir çoxlarının isə Tefal adı verib çox tez qaynadır dediyi Chevrolet Cruze. Şikayət edənlərin sayı qədər də istifadə edənlər var. Siz bu maşın haqqında nə düşünürsünüz? Turbo Azın bu günə olan qiymətləri belədir. 10.000 manat civarında istədiyiniz rəngdə Chevrolet Cruze əldə edə bilərsiniz. Bir çox bəylərin və xanımların ilk maşın kimi istifadə etdiyi Chevrolet Cruze'u istər avtomobil bazarlarından, istərsə Turbo Azdan rahatlıqla əldə edə bilərsiniz. Sonuncu avtomobilimiz Lada Priora'dır. Məncə bu avtomobil haqqında fikir bildirməyə ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Dizayn, interyer, görünüş adamı özünə heyran edir. Priora avtomobilini də digər avtomobillər kimi istər Turbo Azdan, istərsə avtomobil bazarlarından rahatlıqla əldə edə bilərsiniz. 10.000 manat civarında rahatlıqla əldə etmək mümkündür. Bəs siz bu 5 avtomobildən hansına 10.000 manat verməyi məsləhət bilərdiniz?